Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Uca Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. Həzrət Peyğəmbərin əvvəli rəhmət, ortası məğfirət, sonu əzabdan qurtuluşdur dediyi müqəddəs Ramazan ayının ortasına gəlib çatmışıq. İndi keçən günlərin mühasibəsini aparmaq üçün çox gözəl fürsətdir. Bugün məhz bu mövzunu müzakirə edəcəyik. Ramazan ayını daha faydalı, daha bərəkətli necə keçirmək olar, bunun üçün hansı addımlar atmalıyıq, nələri riayət etməliyik. Bu məsələni müzakirə etmək üçün həmsöhbətim Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, eyni zamanda Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Qadir Səfərovdur. Qadir müəllim, xoş gördük. Xoş gördük. Qadir müəllim, bugün sizinlə yenə mübarək bir vaxtda görüşürük. Artıq demək olar ki, Ramazanın yarısını geridə qoymuşuq. Və elə bir vaxtdır ki, artıq bu vaxtda biz keçirdiyimiz günlərə dönüb baxmalı və Ramazanda nəyi əksik edirik, hansı nöqsanlarımız var, Ramazan adlı məktəbdən, Ramazan adlı irfan və elm ocağından, mənəviyyat ocağından daha çox necə bəhrələnməliyik, bax bunun mühasibəsini aparmaq vaxtıdır. Ramazanı necə ehya etmək olar? Ümumiyyətlə, Ramazanı ehya etmək nə deməkdir və bu hansı mərhələlərdən keçməlidir? Biz də bilirik ki, ehya dirilmə deməkdir. Məşhur o Qəzalinin, Əl-Qəzalinin əsəri də ehya əsəri, dirilmə, oyanışdır. Bilirsiniz, Ramazan ayının ilk günləri emosional günlərdir. Yəni ilk günlər yalnız cədvəldir, yalnız belə deyim də vaxtları yerində yetirməkdir. Bir sözlə də bir qrafik var, bir cədvəl var, ona tabi olmaq kimi bir adət var. Müəyyən bir dövrdən sonra biz belə deyək, daha dərin təfəkkürə dalma, daha dərin mənaya baxma baxımından ehya elə bu dirilməni ifadə edəcək ən dərin, ən mükəmməl sözlərdən birisidir. Deməli, ehya nə deməkdir? Ehya formadan mənaya doğru yürüşdür, səyahət. Bu ehya ənənəsində 3 mərhələ var da ehyada. Birincisi niyyət, niyyətin saflaşdırılması. Yəni niyyətlər önəmlidir. Yəni bizim peyğəmbərimizdə niyyətü əl-əməlu bin niyyət deyir. Yəni əməllər niyyətlərə görədir. Öncə niyyətin saflaşdırılması. Yəni ehyada artıq insan, yəni müəyyən müddət keçəndən sonra Ramazanda fikirləşməlidir. Yəni öz-özünü mühasibə halında belə deyək. Mən nə qədər niyyətlərim ətraf mühitinə doğru, ibadətlərinə doğru saf niyyətlidir. Artıq bir göstəriş üçün deyil bu. Yəni daxili belə özünü dərk etmək üçündür. Biz Ramazan ayı başlayanda zahiri mənada niyyət edirik. Deyirik ki, Allah rızası üçün başlayırıq Ramazan ayının ibadətini eləməyə. Və ya gündəlik sahura qalxırıq, burada sadəcə zahiri mənada niyyət edirik. Yəni, aclığımızın, susuzluğumuzun bu mənada mənası bilinsin. Sizin vurğuladığınız çox daha dərin və fərqli bir mərtəbədir. Burada o şuur üçün niyyət etməkdən söhbət gedir. Bax, istəyirəm bunu biraz açıqlayasınız. Bəli, şuur üçün. Yəni, insan daxilən, bilirsiniz, qəlb olaraq belə deyim də, ikinci o belə niyyətin saflaşmasından qəlbin oyanışı baş verir. Qəlbin reaksiyası. Bu çox önəmlidir. Yəni biz var ki, biz fiziksel olaraq reaksiya veririk, bədən olaraq aclığımızı ifadə edirik, amma artıq niyyətin saflaşmasından, oyanışından sonra biz elə bir ilahi təcəllini tam mənası ilə üzərimizdə dərk edirik. Bu mənada insana Allahın o belə deyək, Səmədiyyət ismi, adı,
Səmədiyyət, səməd adı adama təcəllidir. Bu da möhtacsızlıqdır. Bilirsiniz, biz elə bilirik ki, bəzən Ramazan günlərində və ya da adi günlərdə biz yeməsək, biraz gec yesək ölərik. Allahın o səməd adının bizim üzərimizə təcəllisi bizə elə bir şey ifadə edir ki, biz onunla möhtacsızlığı, yəni Allahdan başqa heç kimsəyə möhtac olmadığımız üzə çıxır. Biz dərk edirik ki, artıq biz özümüzü yorduğumuz o nemətlər, gündəlik qayğılar, yəni əslində o Quran-ı Kərimin ifadəsi ilə bir həvəs imiş, bir laibun, oyuncaq imiş. Bunlarsız da olarmış. Əsas olan fikrimizi, qəlbimizi, daxili dünyamızı, mənəvi dünyamızı Allaha doğru yönəltmək. Niyyətin saflaşması, qəlbin bu oyanışmasından sonra üçüncü bir mərhələ gəlir, həyat tərzinin dəyişilməsi. Ramazan insanın həyat tərzini dəyişməlidir. Bu insan Allah'a ibadətdə hər gün belə deyək, həyat tərzinin dəyişilməsi ilə məşğul olmalıdır. Çünki Quran-ı Kərimdə insan yenilənən varlıqdır. Onlar xəlq-i cədiddən şübhə içindədirlər. Onlar yenidən yaradılmışlıqdan şübhə içindədirlər deyirlər. Şuur, biz bunu zaman-zaman unuduruq, amma daxili dünyamıza biraz biz seyr-sülük eləyəndə, ora doğru yönələndə, ora doğru istiqamət eləyəndə qəlbdə yenilənmənin görməyini, qəlb hər an yerilənməlidir. Yəni qəlb Allahın iki əli arasında deyə bir qüdsə hədis də var. Orada hər an o çəkib çevrilən qəlb, yenilənən qəlb o həyat tərzi dəyişikliyini həyatında hiss etməlidir. O baxımdan Ramazan bizə bir fürsət verir. Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruç tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz. Neçə oruç tutan var ki, Ramazan ayından ona qalan sadəcə azlıq və susuzluqdur. Yəni bu adam Ramazan ayını sadəcə ac və susuz qalmaqla keçirdi. O dediyiniz o seyr-sülük yoluna addım ata bilmədi. Addım ata bilmədi. Yəni deyirəm, bu keçən müddətdə dəyişilmədisə deməli o Ramazan yaşanmamış deməkdir. Yəni, bu məsələn biz namazda elə o cür nədir də. Namaza da baxın, yəni, o məşhur ifadədə fəvəllül müsəllin, vay o namaz qılanlarını alın. Nə üçün deyir bunu? Siz namazın, yalnız elə, onsuz da biz bilirik ki, Allahın buna ehtiyacı yoxdur. Ehtiyacsızdır Allah. Amma biz bu namazı nə üçün qılırıq? Şəkil mi üçün qılırıq? Biz məsciddən, bugün burada dayandığımız məsciddən, burada namaz qılıb çölə çıxıb, biz sosial məsuliyyətimizi, mənəvi məsuliyyətimizi, dünyaya olan məsuliyyətimizi anlamırıqsa, xəlifə statusu olaraq da. Bəs o ibadət, yəni acsuz qalmağın, bu boyda ibadət etməyin nə mənası var? Onsuz da bunun Allah qatında, Allah üçün bir ehtiyac deyil, meyyarı deyil. Bu bizə görə bir meyyardır. Amma bu bizim daxili dünyamızın xaricə təcəllisi üçün bir meyyardır. Bundan ötürü biz gələk o saflığı, o qəlbi oyanışı həyata keçirə bilək ki, o ibadətlərin bir anlam kəsb etsin. İslam alimləri adətən orucu 3 mərtəbəyə bölürlər. Bunlardan biri avamın orucudur. Digəri xavassın orucudur. Üçüncü isə xavassul xavassun və ya əxassul xavassın orucudur. Bu 3 mərtəbə əslində sizin o dedikləriniz istiqamətdəki bir seyr-sülûku özündə ihtiva edir. Elə deyilmi? Bəli, bəli. Elə bil ki, avamın orucusu o belə deyək, ümumi olaraq biraz əvvəl deyək, cədvələ uyğun, gündəlik ritin olaraq ibadətlərini yerinə yetirən bir insan. Daha sonraki o xəvvasın orucu daha belə biraz da dərin şuura varmış insanın. Yəni bilirsiniz, ibadətlər bizə Allahı xatırlatmalıdır. İbadətlər bizim gerçək kimliyimizi, insani kimliyimizi ortaya qoymalıdır. İbadətlər çöldə hiss olunmalıdır. Biz o məşhur Leyli Məcnun və s. ilahi eşq dastanlarını oxuyanda orada məsələn İbrahim Ətəm haqqında deyirlər, Məcnun özü ceyranlarla gəzirdi. İbrahim Ətəm deyirlər ki, aslanlar dostluq eləyirdi. Bu anlatımda bəlkə doğrudur, doğru deyil, amma burada anlatmaq istəyən bir şey var. Sən belə deyim, ibadətdən sonra orucdan xəvvasın orucu dediyimiz ibadət, bütün kainat səninlə, sən o təcəllini səndə görməlidir. İlahi təcəllini səndə görməlidir ki, uscudul iləl Adəmə əmri yerinə yetirilsin. Yəni insana səcdə edin. Sən o mərtəbəyə çatmalısan ki, aləm sənin üçün bəli, aləm sənin üçün səcdə etsin. Anladılar, Məcnun hekayəsində də o ceyranlarla gəzmək, İbrahim Ətəm əfəndinin aslanlarla dostluğu.
Kainatın sənə üstüdür, əmridir. Bu ibadətlər, yəni sən kənara çıxırsansa, çölə çıxırsansa, ictimai mühitə qatılırsan, təbiəti, kainata qatılırsansa, sən maddi dünyaya əyilirsənsə, bu yanlışdır. Deməli, statusunda bir yanlış var, insanın statusunda. Sən dünyaya əyilməməlisən. Dünya sənə əyilməli idi. Əmr orada belə idi. Hətta mələklər belə əyilməli idi. Tabi olmalıydılar. Orada aslan da, ceyran da, ən vəhşi heyvanlar belə sənə səcdə etməlidir. Nə üçün? Sənin ibadətlərin o təcəllinin məqamı olaraq, ilahi təcəllinin, o heyvanlar onu hiss edəcəkdilər. Sənin münasibətin, dünyaya münasibətin o xəlifə statusunu yeniləyəcəkdir. Xəvvasın o ibadəti budur. Yəni biz müsəlman olaraq gələk buna cəhd edək. Qadir müəllim, həqiqətən bütün ibadətlər, ümumiyyətlə yaradana etiqad, yaradana bağlılıq insanı bir insan kimi, şəxsiyyət kimi də yetişdirə bilməlidir. Ramazan orucu və digər ibadətlər də onun kimidir. Yəni, sizin də qeyd elədiyiniz kimi, əslində bu ibadətlər, Ramazan, özü-özlüyündə zahiri əməllər olsa da, bunun arxasında bir məna var. O məna uca yaradana bel bağlamaqdır, uca yaradana güvənməkdir, ona arxalanmaqdır. Bunları yerinə yetirə bilən insan, bu şuura çata bilən insan, həqiqətən özü-özlüyündə bir ruhi azadlığa gəlib çatır və dünya həyatında onu asılı vəziyyətə gətirəcək hər bir şeydən rahatlıqla azad ola bilir. Yəni, bəzən gündəlik həyat içərisində, gündəlik həyatın məşğələsi insanı o qədər çox məşğul edir ki, yəni, məişət qayğıları, dolanışıq qayğıları, övlad, uşaq, bir karyera, bəlli bir yerə gəlmək, bütün bu məşğuliyyətlər insanı o qədər məşğul edir ki, nəticədə biz həyatımızın o mənəvi kamillik istiqamətinə deyil, bax bu dünyalıq istiqamətlərinə bir baxırıq ki, yönləndirmişik. Həyat gəlib müəyyən bir yaşa çatıb, insan gəlib bir yaşa çatıb və görür ki, ömrümüzü nəyə həsr eləmişik? Daha çox pulumuz olsun deyə çalışmışıq. Daha yaxşı vəzifəyə gələk deyə çalışmışıq. Amma gerçək mənada ruhumuzu həqiqətən azadlığa çatdıra bilməmişik. O xəlifə dediyiniz insan var da, o Adəm qissəsindəki Adəmi yaradarkən nə dedi? Mən yer üzərində bir xəlifə yaradıram. O xəlifə olmaq həqiqətən bu bütün şeylərdən azad olmaq, Allaha qul olmaq mənasına gəlir. Nasib Allah. Biz bu zamanla yaşayırıq. Yəni qısıtlanmış maddi zamanla özümüzü əhatə edəndə, yalnız zahiri zamanla özümüzü əhatə edəndə ibadətlərimizi də buna belə yönəldəndə, zahiri ibadətlərə bağlı qalanda həyat da qısalır, gün də qısalır, zaman da qısalır, hər şey qısalır. Elə ki biz ilahi zamana görə Allaha qulluq olaraq masivada Allahdan o azadlığı əldə edəndə, hər şeyi Allaha buraxanda, hər şeyi Allah üçün edəndə və onu mərkəzə qoyanda bizim azadlığımız da o qədər genişlənir. And olsun əncirə və zeytuna, and olsun Sinay dağına, and olsun bu təhlükəsiz şəhərə. Biz insanı ən gözəl surətdə yaratdıq. Sonra isə onu aşağı qatların ən aşağısına qaxacağıq. İman gətirib xeyirxah işlər görənlər istisna olmaqla, onlar üçün tükənməz mükafat hazırlanmışdır. Bundan sonra dini yalanlamağa səni nə məcbur edir? Məyər Allah hakimlərin ən üstünü deyilmi? İrfan ənənəmizdə bir də ibadətlərdən zövq almaq, zövqü yaşamaq məsələsi var. Bəzən bu ibadətlər bizə mükəlləfiyyət kimi görünür, ağır gəlir. O ibadət hansı funksiyanı icra eləməlidir? Bizi kamilləşdirmə funksiyasını yerinə yetirməlidir. Bizi kamilləşdirdiyini biləndə ibadətdən zövq alarıq, oruçdan zövq alarıq, namazdan zövq alarıq. Amma əks təqdirdə nə olur? Bir mükəlləfiyyət olur, onu yerinə yetirmək məcburiyyətindəymişik kimi bir yük gətirir bizim üzərimizə. Ona görə Quran-ı Kərimdə buyurur ki, məsələn, namaz qılmaq təqvalı şəxslərdən qeyrisinə ağır gələr. Ağır bir ibadətdir. Həqiqətən çətin bir ibadət gəlir. Necə ki, sən əgər onun o mənəvi tərəfini dərk eləmirsənsə. Bu mənada oruç ibadətindən zövq almağın və digər ibadətlərdən zövq almağın bax bu kamilliklə, seyr-sülüklə əlaqəsi üzərinə istərdim toxunasınız. Bəli, Füzuli deyir ki,
xoşam bu halımla, əl çək əlacımdan təbib. Yəni o zövq məqamında deyilmiş ən gözəl ifadələrdən birisidir. Bəli, Ramazan ayı müəyyən bir çox ibadətlərdə, namazında da, orucda da, o emosional hisslərdən qurtarandan sonra namazın ortasında bir də görürsən ki, yatmaq istəyirsən, bir də görürsən ki, ibadətdən kənar olmaq istəyirsən. Bəli, burada irfan ənənəsində də var, bu İslam tarixində də var, tərminlər yerinə yetirilməlidir. Gündə özünə bir tərmin olaraq, bir riyaziyyat olaraq tapşırıqlar verməlidir. Kiçik tapşırıqlar. Bəli, kiçik tapşırıqlar, balaca tapşırıqlar qoyursan hər gün özünə, hər gün birini yerinə yetirsən, 30 gündə 30 yaxşı əməl, bu həm də səndə daha sonraki müddətlərdə qalıcı bir hala gələcək. Xəvvasın orucu, xəvvas elə birdən-birə xəvvas olmur ki. Kiçik ibadətlər. Qulum mənə nə deyir? Yenə Qüdsə hədisdə nafilələrlə yaxınlaşır, yəni əlavə ibadətləri ilə də yaxınlaşır. Mən onun görməsi oluram, mən onun tutması oluram. Biz özümüzdə bu kiçik tapşırıqları verməsək, bəli, soyuyacaq. Allahın təcəllisi olaraq yer üzərində inmiş bir varlıq, yəni biz xaləqəl Adəm alə surətihi deyəndə, biz Adəmin surətində və biz Allahı təmsil edirik. Quran-ı Kərimdə nə deyir? Allahu kulli vakti minəşşər. Allah hər an bir işdədir. Yəni biz onun təcəllisi isə, biz onun buradakı xəlifəsi isə, o hər an bir işdədir. Yəni bu saat deyil, zaman deyil, an. İnsan nə keçmiş deyil, nə gələcək deyil. Bu bir andır, daimi dəyişik bir andır. İnsan da belə olmalıdır. Yəni o Allahın yaratdığı həqiqi mənada ki, əhsən-i təqvim mərtəbəsində bir insan kimi həyatımızı davam etdirmək və buna çevrilmək istəyiriksə, hər anımız qulluq şuuru ilə dolu olmalıdır. Bu baxımdan Ramazan da bunun üçün gözəl bir fürsətdir. Qadir müəllim, çox gözəl məqamlara toxundunuz. Həqiqətən Ramazanın ortasına gəlmişik. O dediyiniz Ramazanın əvvəlindəki ümumi ictimai atmosferin təsiri bir müddət keçəndən sonra insan özü üzərində dayanıb həqiqətən niyyətini yenidən gözdən keçirməli və bu oruc ibadətini nə dərəcədə təsirli və effektiv tutduğunu nəzərdən keçirməlidir. Bugünkü mövzumuz da məhz bundan ibarət idi. Bir məqam bütün müsəlmanların, oruç tutan insanların gözünün qabağında olmalıdır ki, bax biz orucumuzu avamın orucundan mərtəbə artıraraq xavassın orucuna çatdırmaqdır. Daha sonra əxassul xavassın orucuna çatdırmaqdır. Yəni oruc ibadətini və digər ibadətləri sadəcə zahiri şəkillərdən ibarət olaraq deyil, eyni zamanda onun mənəviyyatını, o mənəvi zövqünü hiss edərək tutmaq əlbəttə ki, insanı təkmilləşdirəcək bir şeydir. Biz Ramazanı ehya etmək mövzusunu, başda sualını belə qoymuşduq. Bəzən Ramazanı ehya etmək deyəndə oruç tutmaq və müəyyən günlərdə gecələr oyaq qalmaq şəklində başa düşülür. Əlbəttə ki, əvvəlcə zahiri əməllər yerinə yetirilməlidir. Amma onun içi bir məzmunla doldurulmalıdır. O məna ilə doldurulmadıqda biz ibadətlərdən gözlədiyimiz nəticəni ala bilmirik. Qadir müəllim, bu mövzuda həqiqətən danışılacaq çox məqam var. Çünki çox vacibdir. Yəni, içərisi doldurulmalıdır bütün ibadətlərin. Mənə elə gəlir ki, sizin toxunduğunuz məqamlar çox əhatəli oldu və əziz dinləyicilərimiz üçün də çox faydalı oldu. Mən sizə çox təşəkkür edirəm gəldiyiniz üçün və dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüz üçün. Çox sağ olun. Siz sağ olun. Sağ olun. Çox sağ olun. Təşəkkür edirəm. Dəyərli tamaşaçılar, bununla da verilişimiz başa çatır. Gələn həftə eyni vaxtda, eyni saatda yenidən görüşmək ümidi ilə sağ olun, salamat qalın.